Balaca rəssamlar və rəssamlığa maraq olanlar bu günləri icmalda atdığınız mənim əl işlərinizə baxacağam və təqribən 12-11 nəfərin əl işinə baxmışam. 2-3 dənə də orada var idi. Çalışacağam ki, digər videoda da o əl işləriniz olsun. Çox da videonu uzatmayaq. Ən sevdiyim hissə əl işinizə baxmaya başlayaq. Salam, 14 yaşım var. Heç bir rəsm kursuna getməmişəm. Uşaqlıqdan bəri özüm üzərində işləmişəm. Zəhmət olmasa, yəni rəsmim haqqında fikir bildirərsiniz. Aha, bu rəngli işimdir. İlk dəfə işləyir rəngli formada. Qəşəng, çox qəşəng. Xoşuma gəldi. Sadəcə gözlər arasındakı məsafəyə fikir ver. Belə saçlar çox qəşəngdir. İşıq kölgə də pis deyil. Yəni öz üzərində işləmirsən, çox əla. Kimi çəkmisən? Tanış və fərqli bir üz. Hardan çəkmisən? Uşaqlar çalışın çəkdiyinizi də atın. Qoy elə müqayisə edəndə maraqlı olsun. Aha, digər işimizə baxaq. Deməli, salam müəllimə, necəsiz? Mən Nəhmətli Məryəm, 13 yaşım var. Bu isə digər əl işimdir. Tovuz quşunu görürük. Çox qəşəng, rənglər də qəşəngdir. 13 yaşlı bir uşağın əl işi həqiqətən necə də şirin ola bilər. Balaca əllərindən çəkirsən. Çox şirindir, rənglər də qəşəngdir. Mən də sənə elə bir digər uşağın işinə dediyim kimi, qızımızın işinə dediyim kimi, sən də öz çəkdiyin işi elə bir hansını çəkmək istəyirsənsə onun şəklini yanakı atın inşallah. Qoy baxaydı hardan çəkmisiniz, necə çəkmisiniz. Rənglər çox xoşuma gəldi, çox əlalovandır. Salam müəllimə, necəsiz? Mənim 15 yaşım var. Yeni digital rəsm çəkmişəm. Birinci Amy Rose, ikinci isə onun insan forması, yəni anime formasıdır deyir. Ne qəşəng. Uşaq hansını bəyəndiniz? Anime forması yoxsa çizgi filmdəkini? İkisi də qəşəngdir. Bir də bu hansı proqramdır bu digitalda? Çox qəşəng işləmişsən. Yəni bəlkə də o animeni o formada, anime forması var ümumiyyətlə. Amma çizgi film versiyasının kopyasıdır, yəni birəbir eyni. Salam müəllimə, mənim adım Aysudur. 13 yaşım var. Nədir? Rəsmim 2 idi. Hə, ümumiyyətlə deyir, rəssamlıqla ümumiyyətlə 2 ildir marağım var. Məşğul oluram. Amma son 2 ildə üstünə düşmüşəm deyir. Mən sizi necə vaxt istəyirəm, neçə vaxt izləyirəm. Şəkilləri çox gözəldir. Çox sağ ol qızım. Aha, gözəldir. Mən də belə şəkillər haqqında şərhlərinizi deyə bilərsinizmi? Eleştiri açıq biridir. Aha, nə qəşəng. Bax. Eleştiri açıq biri, inkişaf etməyə meyilli olan biridir uşaqlar. Bunu heç vaxt unutmayın. Təkəbbürlü bir insan heç vaxt özünə nəsə qatmayan bir insandır. Yəni mən deyən, mən heç nə sən öyrədən deyilsən, öyrənən də deyiləm səndən. Mənim bildiyim mənə bəsdir deyən insanlar heç nə deyil. Hər nəysə, söhbəti buradan hara çəkirik. Və deyir, nöqtə qoyduğumu çox da xoşuma gəlmir. Ümumiyyətlə o işləri xoşuna gəlir və nöqtə qoyduğu xoşuna gəlmir. Niyə? Fərqli bir şeydir. O deyir ki, hə, telefonum pis çəkdiyinə görə ona görə xoşuna gəlmir. Ümumi işin çox qəşəngdir, çox şirindir. Deyir ki, tövsiyələriniz nə olar? Tövsiyəm odur ki, rəngli işlə. Rəngli işləməyə də meyil edə bilərsiniz. Rəngli işləməyə də çox qəşəng bir şeydir. Rəngləri bir-birinə qarışdır, zövq al. Yəni, niyə də olmasın? Belə işlərin çox qəşəng, çox şirindir. Ən çox bəyəndim, altdakı olan var ya, o animeni çox bəyəndim. Çox qəşəng. Uşaqlar, siz hansını bəyəndiniz? Aha. Birbaşa yazıb hobbi olaraq çəkmişəm. Sizcə necədir? İşini elə bir atmışdı. Yəni o yadınızda da oldu, bilmirəm hansı bölümdür. Uşaqlar, bir də icmala bütün rəsmlərinizə baxıramı playlist əlavə etmişəm. Uşaqlar, 47 dənə video var. Yəni 47 dənə şəkillərinizə baxın. Ən azı bəzilərində 100-ə yaxın. Yalan olmazsam, 1000-dən çox əl işinizə baxmışam. Yəni bəzi videolar var, çox uzundur, yarım saatdan çox uzun olanlar var. Mən indi qısaltmışam videoları, görürəm ki, yox, kanala dəhşət dərəcədə ziyan vurur. 20 dəqiqəlik video atıram, 1 dəqiqəsi belə izlənmir. İndi də çox da vav izlənmir, amma görürəm ki, yox, kanala ziyandır və biz davamlılığı istəyirik də. Amma dediyim kimi, bu işlərdən biri idi. Portretdə işləyib, çox da qəşəng işləmişsən, ha. Yaşın neçədir? Bəlkə yaşını 115 dəfə demirsən, mən yenə soruşuram, amma ev yox, yenə yaşını yazasan. Çox qəşəngdir, xoşuma da gəldi, animedir, maraqlıdır, işləmişəm. Qəşəng. Aha, salam müəllimə, necəsiz? Ümid edirəm ki, yaxşısınız, çox sağ ol qızım. Mənim bu rəsmimi keçən yayda çəkmişəm. Nə qəşəngdir bu? Çox qəşəngdir axı. Baxın, tam yay havası. Qıraqlardakı ürək formasından, o çiyələklər falan, üzünün detalı. Ümumiyyətlə mənzərənin özü də çox qəşəngdir axı. Akvarellə işləmişsən, hansı boyayla işləmişsən? Qarışıldı məncə. Qəşəngdir, çox qəşəngdir. Yaşın neçədir?
Yaşın yəqin məncə böyük. 14-15 yaş ya da daha da çox. Ya da daha da çox böyük ola bilər, amma çox qəşəng işləmisən. Kursa gedirsən? Qəşəngdir. Sənin müəllimən necəsiz? Şəkil necə alınıb? Bu hansı animedir? Tsumugi'yə oxşatdım. Mavi saç görəndə sadəcə animelərdən Tsumugi'ni tanıyan bir ədəd mən. Çox da qəşəng işləmisən. Özdə bu rəngli elədiyin daha çox bəyəndim də. Yəni rəngli üsulu çox qəşəng eləmisən. Məsələn, keçən videoda biraz akvarelini biraz zəif işləmişsən, amma burada çox qəşəng eləmisən. Çox da gözəldir. Forması olsun, saçları olsun. Salam müəllimə, gələcəkdə fəaliyyətinizdə deyir uğurlar. Çox sağ ol, çox uzun. Səsiniz hər zaman yüksəklərdən gəlsin, eşidək deyir. Çox sağ ol. Axırda da amin yazıb. Çox sağ ol bacım. Birlikdə inşallah. Yaşda 16. Ne qəşəng. Nədir? Fəlsəfi bir fikir. Bir qadın üzü parçalanmış, ağrılı formada, göz yaşda görürəm orada. İdeya çox qəşəngdir, amma belə olmasın. Qadınlar, xanımlar, çox qəşəngdir. Burada sən nə demək istəmirsən? Burada da şərh olaraq yaz. Rəssam burada nə demək istəyib? Çox qəşəngdir, amma çox da qəşəngdir. Xoş sözlərinə görə çox sağ olun uşaqlar. Hər birinizi çox istəyirəm. Nə demək? Əl işlərinizə baxanda psixologiyanızdan da azdan çoxdan xəbərim olur və bu 16 yaşlı qızımız çox dərin düşüncəli bir qızdır. Salam yazmadım. Mənim necədir? Yaş 11, 3 dənə portret. Altda yazıb Kokoyski. O futbolçumuzun qəribə oyunçusudur. Qapıçımızın adını Kokoyski. Biraz oxşuyur. Maraqlı işləmsən. Böyürdəki də bir rəqəm yazılan o da yəqin qapıçıdır. Amma böyründəkini bilmirəm o kimdir. Sizcə uşaqlar kimdir, kimə oxşadır? Altda yazıb adını əslində. Çox da bulanıqdır deyə foto. SS eləyəndə uşaqlar bilirsizlər, şəklin keyfiyyəti 2 qat aşağı düşür. Amma çox da qəşəngdir, gözəldir. Çalış portretdə hissələrini çək. Ağız burun məşqləri. Amma belə qəşəng işləmişsən, xoşuma da gəldi. 16 yaş, üstünə basan aydın şəkildə görünür. Üstünə basın. Şəkil üstü. Uşaqlar, mən bu şəkilləri SS eləyib götürmüş olarım. Üstünə basa bilmirəm. Amma belə də qəşəngdir. Adım Sevcandır. Sevcan. Bu ad mənə tanış gəlir. Novruz ayda. İndi yay sevmirəm o qədər də uşaqlar. Sənin sevdiyiniz fəsl hansıdır? Mən yayı o qədər də xoşlamıram. Öldü istidən. Kondisionerin altında deyilik, okey. Amma nə bilmirəm, yay sevmirəm məsələn. Çox isti olmasın. Alçaqanaq doludur hər yer. İndi harada yaşadığınızdan da asılıdır. Deməli, çox qəşəngdir. İşıq kölgəsi olsun, rənglərin əlvanlığı olsun. Kursa getmirsən məncə. Çünki bu elə-belə baxıb köçürmə üsulu deyil. Bu bayağı düşünülür. Nətliyini bilən bir işdir. Çox qəşəngdir. Salam müəllimə, bu mənim 7 yaşında çəkdiyim ilk əsərimdir. İndi 15 yaşım var və belə əsərlər çəkirəm. Sizcə necədir? 5-ci qrupa verim. Rəsm müəllimi olmaq istəyirəm. Sizcə yaxşı fikirdirmi? Uşaqlar, mən də rəsm müəllimiyəm. Həm də magistrında rəsm müəllimi üzrə oxumuşam, yəni metodistəm. Təsvir sənətin tədrisi, metodikası və metodologiya ixtisasının məzunuyam. Bu illəri bitirmişəm. Bunu deyim ki, müəllimlik kimi məsuliyyətli, çətin bir peşə yoxdur. Həqiqətən çox çətindir və müasir dövrümüzdə də bilirsiniz, müəyyən problemlər olur, dəyişikliklər olur, həm müəllimlik peşəsi ilə, həm də ümumiyyətlə ətraf mühitdə olur, həngama qopur, zaten bilirsiniz. Əgər sən qəlbən istəyirsənsə, niyə də olmasın? Bu sualı məncə sən özünə verməlisən, mənə yox. Əgər sən də təsvir sənəti oxuyacaqsansa, sən də mənim bir həmkarım olacaqsan. Amma həqiqətən müəllimlik çox məsuliyyətlidir. Öyrətmə qabiliyyətin olmalıdır, uşaqları sevməlisən, öyrətməyi sevməlisən. Təsvir sənəti müəllimi, bunu da deyim ki, uşaqlar, sən dizayn ixtisasını oxuyacaqsansa, sən mənim kimi fəaliyyət o qədər də göstərməyəcəksən. Kurslarda uşaqları hazırlaşdıracaqsan, qabiliyyət imtahanına. Amma təsvir sənət həm mənim kimi fəaliyyət göstərə bilərsən, həm sifarişlər qəbul edə bilərsən, həm də hazırlıqlar keçə bilərsən də. Yəni bizim istiqamətimiz daha şaxəlidir. Mən elə düşünürəm, məncə də elədir. Amma dediyim kimi, ildən ilə də ballar qalxır, çətinlikləşdirirlər hər şeyi. İndi qoca nənələrimizin dediyi kimi, bizim dövrümüzdə daha çətindir. Uşaqlar, biz müharibə də görmüşük, hər şeydə görmüşük. Hər dövrün öz çətinliyi var, ona da qatılmıram. Xəstəlik də görmüşük. Onun üçün də hər şey əsas odur, özünə sual ver ki, mən həqiqətən bu peşəni istəyirəm. Sən indi 15 yaşın var. Yəni əslində mən 15 yaşında
kursa getməyə başlamış uşaqlar. Yəni əsl vaxtındır da, yəni hazırlığa getməyin də, öz üzərində işləməyin də. İnşallah istəyin, yəni fikrin bəlkə də dəyişər, min cür peşə də seçə bilərsən, amma əsas oldu qətiyyətli ol, inamlı ol və o hansı peşədir ki, özünü həqiqətən onda görürsənsə, özünü onda xoşbəxt hiss edirsənsə, onun arxasında get. Və uşaqlar, bir dənə də bunu deyim, bilirəm uzatdım söhbəti, amma həqiqətən həssas bir şeydir. Bir gələcəyin haqqında əgər danışacaqsansa, bunu bayağı bir diqqətli şəkildə oturub fikirləşməlisən. Mən özüm dizayna hazırlaşmışam. Müəllimliyi qətiyyən sevmirdim. Müəllimliyi belə baxırdım da, real danışıram. Amma mən bu sənətin içində elə bir söz var, hər şeydə bir xeyir var. Həqiqətən mən bu sənətdə müəllimlik içində olduğumu gördüm də. Yəni həqiqətən səbrimlə olsun, öyrətmə qabiliyyətim olsun, uşaqlara sevgim olsun. Yəni daim özümü inkişaf etdirməyə meylim var və sırf həqiqətən görürəm ki, yox, mən müəllimlik peşəsinə yönəlməliymişəm və həqiqətən də yönəldim də. Başıma 10 cür şey gəldi də. Yəni qabiliyyət imtahanına gecikdim. Qabiliyyət imtahanına 19 almağına baxmayaraq müəyyən problemlərlə üzləşdim. 1 il gec girdim universitetə. Məndən balacalarını oxudum. Təzədən magistra da girdim. O da bir həngamə, həyəcan, qorxu. İnansız uşaqlar, elə bir həyat mənə dedi ki, yox Tərnə, sən bu yola get. Nə qədər çətin də olsa, əlinə gələn ən yüksək. Və deməyim odur ki, quzum, qəlbin səsini dinlə. Bəzən mənim qəlbimin səsi düz deymirmiş. Hər şeydə yaradanın əlindədir. Çalış, o da onun hərəkətini, bərəkətini sənə verər. İşin çox qəşəngdir əslində. Bir neçə iş atmasan, işlərin arasında o axırıncı var, əsasləmişəm, yarımçıq olan iş var, onu çox bəyəndim digərlərinə nisbətən və onun tam bitmiş formasını atarsan və mən gözümə bir şey sataşdı. O işinin yanında niyə şam var? Yəni o mənə maraqlı gəldi. Bəzən görürsüz uşaqlar işləyəndə şam qoyurlar və şamın əyriyinə qədər deyir ki, mən bu işi qutararam, bu dərsi oxuyaram falan. Sən də o məqsədlə mi qoydun, yoxsa başqa bir şey var? Burada qızımız, ilk növbədə çox sağ ol qızım, sən necəsən inşallah. Və burada qızımız deyir ki, müəllimə sizin əl işlərinizə baxıram, dizayner ixtisası ilə maraqlanıram. Amma yəni ətrafındakı insanlar ona deyir ki, yəni sən mütləq dizayner olmalısan. Amma qızımızın arzusu kimya mühəndisi olmalıdır. İnşallah qızım arzuna çatarsan tez bir zamanda. Əsas ürəyindəki arzulardır, onlar yerinə yetsin. Və burada da 6 il ki, rəssamlıqla məşğul olduğunu deyir. Burada da SMS gəldi mənim əsəblərimi körladı. Afərin quzum. Əsas məqsədin, hədəfin olsun. Allahın izni ilə hər şey yerinə yetər və növbəsinə öz sən işinə baxar. Və budur, Zoqtayı işləyib manifest qızlarına və sual verirəm uşaqlar. Sizcə bu işə 10 üzərindən neçə bal düşür? Və bu qədər uşaqlar. Ümid edirəm ki, videosu üçün maraqlı olmuşdur və 2 gün sonra maraqlı bir video gələcək. Kanalda heç belə bir video olmayıb. Çox da wow deyil, amma mənim üçün bir dəyişiklik olacaq. Ümid edirəm ki, onu da bəyənərsiniz. Yavaş-yavaş ona da başlayırıq. Bir sözlə digər videolarda görüşənədək hələlik və həmişə videoların sonunda dediyimiz kimi sən ən gözəl rəngsən. Öz palitranı rəngarəng etməyə davam elə. Bilirəm, hər videonun sonunda bu formada da demirəm. Nəysə, boş verin.